Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size Riffel kondisionerinin pultunun istifadə qaydasını göstereceğim. Mesela burasındadır ki bizim kanalımızda bu pultun istifadə qaydası var. Buna oxşar başka bir pultun. Ama biz ümumiyyətlə son zamanlarda çektiğimiz videoları geniş izahatla veririk ve bütün düğmeleri izah edirik ve bu artık tamamıyla başka bir videodur. Her bir kondisionerde olduğu gibi mütləq burada da bir yandırıp söndürme için düğme olur. Onun adına on off yazılır. Bu düğme basıldıqda gördüğünüz kimi bu işarə buradan yok olur. Bir daha basıldıqda yanlı vəziyyətdə olanda bu işarə gəlir. Hörmətli izləyicilərimiz, kondisioner bir neçə rejimdə işləyən bir cihazdır və bu bir rejimdən digər rejimə keçmək üçün mod düyməsindən, yəni rejim düyməsindən istifadə olunur. Hal-hazırda gördüyünüz kimi kursor avto sözünün üzərindədir. Soyutma rejimi, qurutma, isitmə, fan rejimi ve bir daha basında yeniden avto rejime qayıdır. Yəni toplam bu kondisionerde 5 istifadə rejimi var. Amma insanların böyük əksəriyyəti kondisionerdən soyutma məqsədi üçün istifadə etdiklərinə görə biz ilk öncə bu rejimi izah edəcəyik. Demək ki, mod düyməsini basırıq və kursorumuz kul sözünün üzerinde dayananda demek kondisioner soyutma rejimine geçmiş olur. Soyutma rejiminde esasen 22, 23, 24 derece temperatürü ayarlayırız. Çünkü bu insan organizmi için daha uygun bir temperaturda. Eğer elektrik enerjisine qənaət etmək istəyirsinizsə, o zaman temperatürü 25-26 da ayarlayabilirsiniz. Ama 22 dereceden aşağısında olan bir temperatürü olan bir otaqda yatmaq nəhayət soyuq dəyməyə səbəb olacaq biləcəyinə görə biz sizə əlbəttə bunu məsləhət görmürük. Hörmətli izləyicilərimiz, bəzi vaxt elə olur ki, hava həddindən artıq soyuq olur və tez bir zamanda kondisionerimizin evimizi soyutmasını istəyirik. Belə olduqda bu kondisionerdə olan strong düyməsini basır. Başqa kondisionerlərdə bu turbo olabilir, high power olabilir və başqa adlar olabilir. Burada strongdur. Strong düyməsi basıldıqda klimanın sürəti ən yüksəyə qaldırılır və bu rejimdə 15 dəqiqə işlədikdən sonra əvvəlki rejimə qayıdır. Həmin rejimdən çıxmaq üçün yenidən eyni düyməni basırıq. Kondisionerin temperaturunu qaldırmaq üçün bu düymədən, aşağı salmaq üçün isə bu düymədən istifadə edilir. Sürəti dəyişmək üçün speed adlanan düymədən istifadə olunur. Speed düyməsi hər dəfə basıldıqda növbəti rejimə keçirir. Hal-hazırda orta sürət, yuxarı sürət, avtomat sürət və aşağı sürət. Qeyd etmək istəyirik ki, əgər yataq otağında sizi fanın səsi narahat edirsə, o zaman həm temperatürü 24-25 dərəcəyə ayarlayın, həm də fanın sürətini aşağı sürət olaraq ayarlayın ki, onun səsi sizi narahat etməsin. Burada çox maraqlı düymələr var. Biz hamısını izah edəcəyik. Məsələn, swing düyməsi ilə kondisionerin jalüzlərini yuxarı aşağı hərəkət elətdirmə və yaxud hər hansı bir vəziyyətdə onu dayandıra bilirik. Məsələn, feeling düyməsi var burada. Feeling düyməsi başqa kondisionerdə I feel, yəni mən hiss edirəm. Burada isə feeling adlandırılıb. Bu düymə basıldıqda gördüyünüz kimi otağın temperaturunu 22 dərəcə göstərir. Yəni bu deməkdir ki, otağın temperatürü, yani biz əgər tutalım ki 24 dereceye kondisioneri set yazılır burada ayarlamışıqsa, amma feeling düyməsini basırıqsa və bu pultu deyək ki stolun üstünə qoyuruq, gedirik. Deməli bu temperatura çatana qədər kondisioner işləyəcəkdir. Yəni bu rejimdə, feeling rejimində kondisionerin qoyduğumuz temperaturu artıq kondisioner özü deyil, pult vasitəsilə ölçür və eyni zamanda da qeyd etmək istəyirik ki, pultla kondisionerin arasında olan məsafə 7 metreden az olmalıdır. Burada swing düyməsini izah etdik. Burada qaldı nə sleep düyməsi. Bəzi vaxt elə olur ki, indi biz yerində sleep buradan çıxaq və temperaturu deyək ki 21-22 dərəcəyə indirək. Bayaq da qeyd elədik ki, bu temperaturda olan bir otaqda yatmaq soyuq dəyməyə səbəb olabilir. Bu səbəbdən də biz sizə sleep düyməsini basmağımızı məsləhət görürük. Sleep düyməsi basıldıqda kondisioner
pilləli olaraq temperaturu qaldıracaq. Təxminən 2 saatdan sonra temperaturu 23 dərəcəyə qaldıracaq. Bir neçə saatdan sonra 24 dərəcəyə, 23 dərəcəyə qaldıracaqdır. Bu rejimdən çıxmaq üçün yenidən silip düyməsini basmamız lazım gəlir. Kondisionerin burasında bir health düyməsi qoyulub. Health düyməsi sağlamlıq deməkdir. Yəni health sağlamlıq deməkdir və bu düymə basıldıqda biz yəni otaqda olan temperaturun 23 olduğunu görürük. Amma bir daha da basanda görürük ki, artıq temperaturumuzu biz qoyduğumuz temperaturu 26'ya qaldırdı. Nədən? Çünki bu rejimdə həm havanı təmizləyən iyonlaşdırıcı işə düşür, həm də temperatur 26 dərəcəyə qaldırılır ki, kondisioner nisbətən daha az enerji istifadə olsun. Çünki daha yüksək temperaturlarda kondisionerimiz deyək ki 3 dəqiqə işləyəcək, 10 dəqiqə fasilə verəcək. Amma bu təbii ki, hər bir insandan asılıdır. O hansı temperatur istəyirsə, əlbəttə ki, onu qoyur. Bu səbəbdən bu rejimdən çıxırıq. Hörmətli izləyicilərimiz, bu rejimdən çıxmaq üçün yenidən temperaturumuzu 23-24 dərəcə ayarlayırıq. Bu düymə isitmə rejimində başqa cür işləyir. Deyək ki, indi isitmə rejiminə qoyanda görürsünüz ki, burada 24'dir. Tamam ki, biz 27-28'e qoyub bu düyməni basdıqda room temperaturu 23 dərəcə, set temperaturu 24 dərəcəyə. Yəni otaq temperaturu 23 dərəcədə, indi burada 24 dərəcə ayarladı. Yəni isitmə rejimində kondisioner 24 dərəcəni seçəcək. Bu düymə basılanda soyutma rejimində isə 26 dərəcəni seçəcək. Bir daha bu düyməni basıb soyutma rejiminə qaydırıq. Hörmətli izləyicilərimiz, bilirik ki, kondisioner işlədikcə onun üzərində toz əmələ gəlir və bu tozların da vaxtında təmizlənməsi üçün ora filtr qoyulub. Çox təəssüflü olsun ki, insanlarımız bir qədər filtri geç təmizləyirlər. Amma onun tez-tez təmizlənməsinə ehtiyac var. Amma yenə də bu kondisionerdə belə bir clean, özünü təmizləmə rejimi var. Bu necə işləyir? Biz kondisioneri söndürürük. Gördüyünüz kimi bu işarə etdi və bu clean, yəni təmizləmə rejimini basdıqdan sonra burada bir CL, yəni CL, yəni clean sözünün iki hərfi gəlir. Bu da nə deməkdir? Kondisioner bu rejimdə təxminən yarım saat işləyəcək. Əvvəlcə soyutma rejimində işləyəcək aşağı sürətlə və aşağı sürətlə işləyəndə gördüyünüz kimi aşağı sürət seçilib. Kondisionerin buxarlaşdırıcısının üzərində müəyyən bir miqdarda su əmələ gələndən sonra, yığılandan sonra kondisioner ventilator dayandıracaq və dolayısıyla onun üzərində olan su buza çevriləcək və bu bir qədər də işləyəcək və onun üzərində təxminən 1-2 millimetr qalınlığında buz əmələ gəldikdən sonra kondisioner özünü söndürəcək və bundan sonra həmin buz əriyəcək və tez əridiyinə görə orada olan tozla birlikdə, yəni tozu da özü ilə birlikdə aparacaq. Yəni çox maraqlı bir rejim. Yenidən basıb bu düyməni çıxırıq. İndi yenidən düyməmizi basıb kondisioneri yanılmış vəziyyətə gətiririk. Burada başqa düymələr də var. Yəni az istifadə olunan düymələr var. Hər bir kondisionerin üzərində olmasa da müəyyən modellərdə kondisionerin üzərində bir işıq olur. Onu yandırılıb söndürülməsi üçün bu screen, yəni ekran düyməsindən istifadə olunur. Fungus Prof kondisionerin üzərində olan əmələ gələcək göbələyin qarşısını almaq üçün istifadə olunan bir rejimdir. Bu düymə basıldıqda kondisioner söndürüldükdən sonra təxminən bir müddət işləyir, təxminən bir 10 dəqiqə yaxın işləyir və o üzərində olan, yəni buxarlaşdırıcının üzərində olan nəmi qurudur və bununla da yəni kondisionerin üzərində göbələ əmələ gəlmir. Dust, burada dust yazılıb. Dust düyməsi basıldıqda toz təmizləmə rejimi işə düşür. Əlbəttə mən özüm də bilmirəm bu toz təmizləmə rejimi nə deməkdir. Amma yəni bunun istifadə qaydasında elə yazılıb. Bunlar hamısı az istifadə olunan rejimlərdir. Amma bizim ən çox tamaşaçılarımızın timer rejiminə bəzi vaxt bizə yazıb bildirirlər ki, timer rejimini izah edin. Bəli, hörmətli izləyicilərimiz, bizim istifadəçilərin müəyyən bir qismi timer rejiminin izah edilməsini istəyirdilər və bu səbəbdən də biz son ildə çəkilən kondisionerlərin əksəriyyətində timer rejimini izah etmişik. 6 dildə video yayınlayırıq.
İndi yenə də bu prosesin necə olacağını göstərəcək. Səhər saat 8-də evə işə gedirik. Axşam saat deyək ki 9-a qayıdacaq. Yəni 13 saat sonra evə qayıdacaqsa, o zaman bizə lazımdır ki 12 saat sonra kondisionerimiz işə düşsün və biz gələnə qədər evimizi soyutsun. Timer düyməsini basırıq. Burada timer on gəlir. Bundan sonra bu düymələrin yardımı ilə saatımızı 12 saata ayarladıqdan sonra timer düyməsini basıb onu təsdiq edirik və ekranda nə görürük? Timer on. Yəni zamanlayıcı açıq. Zamanlayıcının işə salma zamanlayıcısı qurulmuşdur. Bu rejimdən çıxmaq üçün timer düyməsini təzədən basırıq. Və yaxud kondisionerimiz işləy vəziyyətdədir. Bayaq da dediniz ki, işləy vəziyyətdə bu işarə gəlir burada və bizə lazımdır ki, məsələn, yatağımıza uzanırıq. Axşam saat 11-dir. İstəyirik ki, səhər saat 4-ə qədər kondisioner işləsin və bundan sonra söndürülsün. Belə olduqda timer düyməsini basırıq və timer off, yəni zamanlayıcı qapalı düyməsi gəlir. Biz onu bu düymələrin yardımı ilə timerimizi 5 saata ayarlayıb timer düyməsini basırıq. Kondisionerimiz səhər saat demək 4 tamamda söndürüləcəkdir. Bu rejimdən çıxmaq üçün yenidən timer düyməsini basırıq. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.